Mövzu maraqlı bir mövzudur, çünki bir çoxunuzda bu var. Bu düşüncələr yəni var və bu düşüncələrə psixologiya düşüncələr deyilir və yaxud rasional düşüncələr. Məsələn, mənim uğurlu rəqəmlərim var, uğurlu günlərim var. Məhz o günkü günlər məndə hər şey çox gözəl olur, tədbir varsa və yaxud önəmli bir hadisədirsə çox gözəl keçəcək. Amma başqa bir günə təsadüf etsə, olsa, onda yox, heç də yaxşı olmur. Ona görə mən seçirəm çox önəmli bir hadisələri mən həminki günlərə salıram. Və yaxud tutalım, axı mənim hər şeyim var, hər şey gözəldir, mən niyə narazıyam həyatımdan? Yəni ki, ailə var, uşaq var, az çox sağlamlığımız var, amma mən heç də həyatımdan razı deyiləm. Mən çox vaxtı ağlayıram, çox vaxtı depressiv hallardayam, mən naşükür biriyəm, məni ona görə Allah cəzalandırır, ona görə mənim o gün uşağım yıxıldı, əzildi və yaxud filan kəs nə bilim qəza keçirdi, çünki mən naşükürəm, mən naşükür olmasaydım belə olmazdı. Və yaxud mən yol keçirəm, yol keçəndəsə qara pişik gördümsə vəssalam, mən yolumu mütləq dəyişdirəcəm, çünki dəyişdirməsəm heç nə. Günüm oldu heç. Sonra mənə planlaşdırmaq düşmür. Planlaşdırmayanda işlərim daha uğurlu olur. Ona görə mən planlaşdırmamağı seçirəm. Və yaxud öncədən heç kəsə heç nə danışma. Hansısa bir sənin üçün önəmli bir hadisə baş verəcəksə, yeni bir işə başlayırsansa, qabaqcadan heç kəsə deməyəcəm. Çünki deyəndə alınmır. Yolunda getmir nələrsə. Sonra, məsələn, obsessiv kompulsiv pozuntusu olan pasientlərdə var, hicablı xanımlarda olur bu. Məsələn, deyir ki, mən paltarlarımı 2-3 ölçü böyük alıram ki, bədənimin forması bilinməsin mən çöldə, bayırda olanda. Amma bilirsiniz necə, mənim baxın, uşağım xəstələndə mən düşünürəm ki, mən yəqin ki, paltarı düzgün seçməmişəm, yəqin ki, biraz bilinirdi ki, bədənimin forması, ona görə mənim uşağım xəstələndi. Yox, mənim yəqin ola bilər, o gün necəsə oldu, biraz saçım görsəndi deyə, ona görə mənim uşağım xəstələndi və yaxud nə isə baş verdi. Sonra deyirlər ki, axşam zibil tollamazlar. Axşam süpürdünsə, süpürdüyü qırağa yığ, amma tullama. Məsələn, sonra məsələn, mən o gün hələ nevrozla bağlı bir neçə videolarım var. Bir çoxunuz, yəni məni izləyənlər baxmısınız. Orada yazan var ki, hamısı deməli nədəndir? Bu nevrozla bağlı olan psixosomatik bədəndə ağrılar. Çünki deyir, maqnit qasırğaları olur, günəşin aktivliyi artır deyə, ona görə bizdə bədənimizdə ağrılar olur. Yəni əlaqələndirir bu cür. Sonra o demək deyil ki, maqnit deməli qasırğaları insanda doğrudan təsir edə bilməz. Hansısa bir narahatçılıq bədəndə yarana bilməz, yarana bilər. Amma nevrozu sırf maqnit qasırğaları ilə bağlamaq, yəni ki, bilinir ki, bu insanın tibbdən də, psixologiyadan da xəbəri yoxdur. Və o düşüncəni tutan insanlar, və məsələn, şərhdir də, kommentdə yazdı orada, kimlərsə həmən özlərini götürdü, hə, düz deyirsən, Allah razı olsun, nə yaxşı bunu yazdın, hələ elədir. Deməli, insan bu düşüncələrə niyə qapılır? Birincisi bunu deyim, bu düşüncələr insanın həyatını sözsüz ki, məhdudlaşdırır. Sözsüz ki, bu düşüncələr insanın həyatına narahatçılıqlar gətirir. Və bu nədən yaranır? İnsanlar niyə həyatında, yolunda getməyən nələrsə, xəstəlikləri falan, yəni nə hansısa işləri alınmayanda, yaxşı getməyəndə, bir çox şeyləri tamam elə bir şeylərlə əlaqələndirirlər ki, ya kənardan bir neysə hadisə ilə və yaxud özlərində olan, məsəl üçün, hansısa bir tutalım ki, nə bilim, sevimli bir əşyam var, mən onu yanımda gətirməyəndə mənim işim uğurlu olmur.
Hə, mənim sevimli bir paltarım var, nə bilim boyunbağı var, nə bilim abisiv insanlar deyir ki, hə mən gəlib bir neçə dəfə tutalım ki, nələrisə sayardım evdə, onları saysaydım, çıxsaydım, hər şey yolunda gedərdi. Müəyyən məsələn rituallar. Yəni insan düşünür ki, mən kontrol edə bilərdim əslində. Mən əslində kontrol edə bilərdim və başıma bunlar gəlməzdi. Məsələn, o depressiv insandır, deyir, mən naşükürəm, ona görə uşağım xəstələnir tez-tez, düzdürmü? Düşünür ki, yəni bu əslində mənim əlimdədir. Sadəcə mən nələrisə düzgün etmədim deyə, etmirəm deyə, ona görə belə baş verir. Yəni insan inanmaq istəyir ki, çarəsi əslində məndədir. Yəni bu mənim əlimdədir. Mən istəsəydim yolunda gedərdim, sadəcə bir səhv də elədim. Yəni yanıltmağa, özünə aldatmaq onun üçün daha asandır. Nəinki inanmaq ki, hə, bəzi şeylər bizim əlimizdə deyil. Bəzi şeylər hələ bizim əlimizdədir. Sadəcə yanaşmamız düz deyil də. İnsan bir şəkildə öz başına pis gələn hadisələrdən və yaxud əzizlərinin başına gələn pis hadisələrdən özünü hər zaman cavabdeh görürsə, demək ki, bu artıq kök buraxıb. Hər zaman özünü hər şeydə günahkar görmək. Və yaxud baş verənlər hansısa pişikdən, rəqəmdən, paltardan asılı hesab edirsə insan, sadəcə və sadəcə real, həqiqi səbəbləri görmür. Və bu yüzdən həyat ona daha mürəkkəb, qəliz, qarışıq görünür. Məsələn, o insan ki, deyir ki, hə, mən tutalım ki, heç kəsə heç nə deməyəcəm qabaqcadan deyəndə mənim həmin işim alınmır. Amma alınmamağın səbəbi bir neçə faktorlar olur. Məsələn, ola bilər, tutalım ki də bu hansısa bir tədbir idisə, tutalım. O tədbirə ola bilər çox gec başladı hazırlaşmağa. Yəni ki, tutalım 1 il lazım idi hazırlaşmaqsa, 1 ay hazırlaşdı. Hə, ola bilər texniki hansısa bir problemlər çıxdı ona görə ki, çoxdan da yoxlanılmamışdı hansısa hələ orada məsələn alətlər. Tutalım, bildiniz necə? Yəni əslində səbəblər bambaşqadır, amma insan ona bağlayır ki, mən öncədən heç kəsə deməyim və yaxud mən öncədən planlaşdırmayım. Yəni, bilirsiniz necə? Ciddi şəkildə analiz etmədiyin halda istəyirsən ki, göstərmək, özünə bildirmək ki, əslində məndən asılı idi bu. Mən sadəcə bunu heç nə, adı nədir? Sadəcə mən burada heç nə etmədim. Yəni, insan buna inanmaq istəyir ki, kontrol mənim əlimdə idi əslində. Və yaxud hələ o maqnit qasırğasıyla bağlı, maqnitni burya da deyirlər də. Məsələn, yazan insan tutalım ki, o nə demək istəyir? O nədən elə düşünür? Çünki, yəni, bilirsiniz necə, o istəyir bir şəkildə bunu izah eləsin ki, o ona rahatlıq gətirir. İnsan özünə izah eləyəndə hansısa hadisələri, bax, bu üzdən oldu. Və salam, bir dənə səbəb gətirir ki, bu üzdən oldu. O ona rahatlıq gətirir ki, hə, və salam. Bildiniz necə? Və ümumi olaraq nevrozun yaranma səbəblərindən xəbəri yoxdur, bir xəbərdir. Yəni ki, yetərincə məlumatı yoxdur. Məlumatı varsa çox azdır. Çox azdır. Ola bilər insan var ki, ümumiyyətlə tibbə inamı yoxdur. Düşünür ki, hə, deyirlər, hə, məsəl üçün burada yaxşı həkim yoxdur. Yaxşı həkimlər başqa ölkələrdədir, xarici ölkələrdə. Məsələn, bildiniz necə? Necəsə özü üçün açıqlayır bunu, amma əlaqələndirmir onunla ki, əslində bu aradan qaldırıla biləcək bir, məsəl üçün, pozuntudur. Hə, nevroz. Sadəcə yöntəmlər düzgün istifadə olunmayıb və yaxud heç istifadə olunmayıb, düzdürmü? Yəni bir sözlə insanın məlumatı az olması, insanın müəyyən inanclarının olması belə. Yəni ki, insan hər zaman onu qorxudan, onu narahat edən hadisələr baş verəndə onun bir açıqlamasını istəyir ki, yəni açıqlama olanda
bu insana yenə də dediyim kimi bir rahatçılıq gətirir. Və xüsusən də özü ilə bunu əlaqələndirəndə ki, hə, yolumu pişik kəsdi, hə, mən yolumu dəyişdirsəm, yəni mənim əlimdədir də, mənim günüm uğurlu keçəcək. Yəni buna bağlayır. Ona bağlamır ki, şəxsi biznesindir məsələn. Hə, tək sənsənsə, onda hə, tək səndən asılıdır, amma sən orada nə dərəcədə hər şeyi düzgün, yəni işvə apara bilirsən. Bu bacarıqların nə dərəcədə var. Düzdür, marketinq bacarıqlarıdır, nə bilim, cürəbəcürdə bu bacarıqların sənin varsa bizneslə bağlı, hə, sənin əhval-ruhiyyan o gün normaldırsa, sənin tələsən yerin yoxdursa, səni narahat edən hansı problemin yanında fikrin qalmayıbsa, yəni faktorlar çoxdur axı burada. Ola bilər insan çox professional olsun öz işində, amma o günkü gün nələrsə mane olsun ona. Amma bu o demək deyil ki, pişik mənim yolumu kəsdi deyə, mən yolumu dəyişdirmədim deyə. Ona görə mənim işlərim yaxşı getmədi. Gələk tənbəllik eləməzdim, yolumu dəyişdirərdim, başqa yerdən gedərdim. Yəni baxın belə. Yəni insan əslində əsl, yəni həqiqi olan səbəblərdən bixəbərdir. Səbəb nəticə əlaqəsini, nəticəni görür, hə, belə oldu. Səbəb isə elə bir səbəb götürür ki, onun heç əslində həqiqətə dəxli yoxdur. Reallıqla əlaqəsi yoxdur, belə deyim.